manata satılan bu saatları paylaşmasak olmaz. Sabunçu bazarda var. Bildiğiniz gibi Sabunçu bit bazarında hər həftənin bazar günü və 6-cı günü bir yarmarka keçirilir. Maraqlı saatlar var, işləyəni də var, işləməyəni də var. Bu saatları da dediyinə görə hamısı 1 manatdır, nə alsan burada. Lakin bu o demək deyil ki, bütün bazardakı saatlar 1 manatdır. Xeyr, bəziləri səhv başa düşür ki, gəlirlər burada 1 manatda saat axtarır. Burada saat var ki, misal üçün 150 manatdır. Burada saat var 500 manatdır. Təbii ki, hər məhsulun öz qiyməti olur. O demək deyil ki, bit bazarında burada hər şey ucuz olmalıdır, deyil. Sonra bu dayının polqasındakı demək olar bütün saatlar hamısı 1 manatdır. Nə alsan 1 manata verir. Mexanikidir, elektrikdir, işləyəndir, işləməyəndir fərqi yox. Hamısı 1 manata verir asaqlar. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın ki, bu kimi endirim paylaşımları qaçırmayasınız. Az öncə telefonlar haqqında paylaşımlar eləmişəm, keçib izləyə bilərsiniz. Son endirim videoları təbii ki, səhifəmizdə var. Keçib baxa bilərsiniz. Görürsünüz bu gözəl saatlar var, hansı ki, daha 1 manata keçmiş Sovet saatidir, 1 manata da satılır. Düzdür, işləməsə də məncə təmir ehtiyacı var. Bəlkə təmir olunsa işləyə bilər. Bir sözdə qiymət cəmi 1 manata deyir asaqlar. Ümumiyyətlə bura çox böyük bazardır. Bildiyiniz kimi bu bazarda toyuq cücə dovşandan tutmuş da saata qədər, nə bilim tost sorana qədər hər şey satılır. Az öncə iPhone telefonu paylaşmışam, 20 manata keçib baxa bilərsən bu video. Möhtəşəm şeylər var bir sözlə.